Dostum, məndə sürət 50-dir. Sən 50-dən də aşağı gedirsən dostum. Belə olmaz axı. Bir qədər sürmək lazımdır. Və budur 150 saylı marşrut. 150 saylı avtobus bizi ötmək əməliyyat edir. Ötdü getdi. Səni yaramaz. Bizi isə saatda 50 kilometr hərəkət edirik. Bəli, Bakubasla səyahət edin. Səyahət edərkən Bakubasla səyahət edin. Bakubasda saatda 50 ilə gedən avtobuslar mövcuddur. 50-dən yuxarı qəti şəkildə getmir. Sən gedərsən Bülbülənin 2 ilə, mən gedəcəm amma aeroport yoluyla. Görəcək kim tez çatacaq qaraja. Artıq mən səni ötüb keçmə məcburiyyətindəyəm. Sən məndən inciməzsən. Pavarotik yandırmışıq. 200 metr sonra sola dönün. Düz gedin. Astasur! Hey! Avtobus şoförü! Səni yaramaz! Hara gedirsən? Sən dönüb gedəcəksə Bülbülənin içinə, amma düz getsən daha yaxşı olardı. Görüşənədək, avtobus şoförü! Hələlik! Garajda görüşərik! JZ 211. Bəli, biz ondan önə keçdik. JZ 211. Mən sənə deyəndə ki, Bülbülərin içinə girmə, get aeroport yolundan, sən mənə qulaq asmadın. Və budur. Düşdü mənim arxama. 200 metr sonra sağa dönün. Qarşıda polis var. Qarşıda təhlükə var. Lənətə gəlmiş navigator. Allah, söndür işıqlarımı. Gözüm çıxdı. Zibil. Hardadır o JZ 211? Harda qalmısan dostum? İzin tozun belə yoxdur. Biz isə gedirik. Artıq Suraxanındayıq. Dəyərli izləyicilər, videonun sonadək izlədiyinizə görə təşəkkür edirəm. Like qoymağı, abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Ey, gözlə, piyada keçidi var, oradan keçərsən.